West. Market 2014-cü ildə fəaliyyətə başlayıbdır. Mən o müddətdən burada satçı kimi fəaliyyət göstərirəm. Bizim marketdə bütün ərzaqlar vaxtı-vaxtında yoxlanılır və bütün keyfiyyətli mallarla təmin olunubdur. Bütün firmalar gəlir özü vaxtı-vaxtında, vaxtı keçməyib bitmiş ərzaqlarını çıxardırlar. Niyazi müəllim özü ciddi bu işlə məşğuldur. Hətta bir həftə qalmış, 10 gün qalmış məhsullar vitrindən azad edilir. Vaxtı bitmiş ərzaqlar vitrindən azad edilir. Bizim market bütün rayonumuzun bütün marketlərinə rəqabətə giribdir. Həm keyfiyyətində, həm qiymətində. Kimi bizim məhsullarımız vitrin şəklində yerləşdirilibdir və qiymətləri də hamısı üstündə. Hər zaman da qiymətlərində ciddi nəzarət edir. Yenməsində, yəni bütün marketlərə rəqabətində bizim marketin məhsulları hamısı aşağı qiymətə verilir. 4 dənə çörək. 4 dənə çörək. Dayan. Çörək.
Mən Qurbanov Akif Hümmətoğlu, Bərdə rayonunun 32 kəndində yaşayıram. Mən gündəlik alış-verişi bu mağazindən edirəm. Ona görə ki, mağazin həm genişdir, mal çeşidləri çoxdur, müştərilərə xidmət yüksək səviyyədədir. Malların keyfiyyətinə də söz yoxdur. Vaxtı keçmiş mallara hələ burada rast gəlirik. Ona görə də mən gündəlik alış-verişi bu mağazindən edirəm. Və buranın satıcılarından, müdüründən çox razıyam. Mallarında keyfiyyət həddindən çox. Mən İsrafilov Niyazi, Bərdə şəhəri İsmət Qayıbov küçəsində yerləşən Futamarket Ərzaq Məhsulları mağazasının müdiri. Futamarket mağazası 1997-ci ildən fəaliyyət göstərir. 2013-cü ildən təşəbbüsümlə marketin ərazisini genişləndirərək 250 kvadrat metrə çatdırmışam. Hal-hazırda market bütün növ ərzaq məhsulları ilə təmin olunur. Ərzaq məhsulları ayrı-ayrı böyük şirkətlərlə bağlanmış müqavilə əsasında bizə çatdırılır. Həm keyfiyyəti və qiyməti bizi qane edir. Alıcılarımız isə bizdən çox razı qalırlar. Mən fürsətdən istifadə edib ölkə başçımız möhtərəm cənab prezidentimiz İlham Əliyevin azad sahibkarlığının inkişafına verdiyi dəstəyə görə öz minnətdarlığımı bildirirəm. Cənab prezidentimizin azad sahibkarlığının inkişafına verdiyi dəstək proqramı Bərdə rayonunda rayon icra hakimiyyəti başçısı cənab Fidali İsayev tərəfindən uğurla həyata keçirilir. Mən marketdə yeniləşmə işi görən zaman heç bir çətinliklə qarşılaşmadım. Əksinə, rayon başçısının dəfələrlə mənim obyektimə gəlməsi, öz göstərişlərini verməsi məni çox sevindirdi və işgüzarlığımı artırdı. Mən öz növbəmdə rayon icra başçısının və onun aparat işçilərinə dərin minnətdarlığımı bildirirəm. Mən bir bərdəli kimi qeyd etmək istəyirəm ki, Cənab Prezidentin Bərdəyə səfəri tək məni deyil, rayon ictimaiyyətinin böyük sevincinə səbəb olmuşdur. Üzümü tutub deyirəm, Cənab Prezidentimiz, biz Bərdəlilər həmişə olduğu kimi sizinləyik. Ulu Tanrıdan sizə can sağlığı arzulayırım.